Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Günün nəbzi verilişi efirdədir. Bildiyiniz kimi, Respublika Prezidenti Cənab İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sayəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmanın ictimai münasibətlər sistemində yeri və rolu, eləcə də fərmandan irəli gələrək görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq üçün studiyamıza ekspertlər dəvət etmişik və onları sizə təqdim etmək istərdim. Sahib Məmmədov İqtisadiyyat və Sənaye Nazirinin müavini, Orxan İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin rəisi, Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini və Osman Gündüz Azərbaycan İnternet Forumunun rəhbəri. Hörmətli qonaqlar, xoş gəlmişsiniz studiyamıza. Və Sahib müəllim, istərdim ilk sualı sizə verək. Bildiyimiz kimi, bu fərman özlüyündə çox şaxəli fəaliyyət strategiyası ilə seçilir və fərmanda müxtəlif sahələr üzrə işin operativ təşkili və şəffaf təşkili istiqamətində önəmli punktlar yer alır. Ona görə də istərdik elə birinci məhz fərmanın ən önəmli dəyəri, vətəndaşlara istiqamətlənmiş tərəfi ilə bağlı ətraflı fikir mübadiləsi aparaq. Bax, bu fərman vətəndaşlara, ekran qarşısından bizi izləyən tamaşaçılara nə verəcək? Buyurun. Çox sağ olun, Rövşən müəllim. Belə bir aktual mövzunun müzakirəsinə dəvət etdiyinizə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsasında məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması, sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və əlbəttə yeni iş yerləri, müəssisələr yaratmaqla ölkədə işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınması əsas məqsədlərdən biridir və məhz xüsusilə qeyd etmək istərdim ki, cənab prezidentin bəyan etdiyi ölkəmizin inkişafı, sahibkarlığın inkişafından asılıdır strateji xətti çərçivəsində həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, bugün dünyada baş verən iqtisadi proseslər fonunda belə ölkəmizdə iqtisadi inkişaf dinamikası müşahidə olunur və əlbəttə bütün bu iqtisadi inkişafın əsasında məhz düşünülmüş siyasət durur və cənab prezident tərəfindən 31 avqust 2015-ci il tarixində imzalanmış dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman da həyata keçirilmiş iqtisadi islahatların davamıdır. Mən xüsusilə qeyd etmək istərdim ki, fərmanda verilmiş tapşırıqlar ölkə vətəndaşlarının ilk növbədə məmnunluğunun təmin edilməsidir. O cümlədən sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlərin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir. Bu istiqamətdə təkmilləşdirmə işlərinin aparılması, eyni zamanda şəffaflığın təmin edilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə də aidiyyəti Mərkəzi İcra Hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar vermişlər. Qeyd etmək istərdim ki, bugün müasir dövrdə ictimai həyatımızın bütün sahəsi artıq belə deyək, informasiya kommunikasiya texnologiyaları ilə, elektron xidmətlərlə qurulub, əhatə olunub və bu istiqamətdə də Azərbaycanda əhəmiyyətli işlər görülüb, elektron hökumətin formalaşdırılması, elektron Azərbaycan və digər dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. O cümlədən fərmanda qeyd olunan lisenziyalaşdırma sahəsində lisenziyalaşdırma və bu istiqamətdə prosedurların elektronlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür və bu fərman da məhz bu görülən işlərin davam etdirilməsi və daha da təkmilləşdirilməsi nəzərdə tutur. Sahib, ümumiyyətlə fərmanda qeyd etdiyimiz kimi çox önəmli məqamlar var və o məqamlardan biri də fərmanda açıq şəkildə göstərilib ki, bəzi dövlət idarələrində, qurumlarında və xüsusən də mənzil kommunal istismar sahələrində müasir texnologiyadan demək olar ki, istifadə olunmur və bütün arxivləşdirmə işləri, informasiyaların toplanılması kağız üzərində aparılır və əlbəttə ki, burada hər hansı bir operativlikdən danışmaq olmaz, şəffaflıqdan danışmaq olmaz və istərdim Orxan müəllim sizə sual verim. Yəni, adətən müasir texnologiyanın tətbiqi müəyyən bir sahədə orada vətəndaş-məmur münasibətlərini azaldır, belə deyək və burada təbii ki, ilk növbədə korrupsiya hallarının, yarana biləcək müəyyən korrupsiya hallarının da qarşısını alır. Bax, bu münasibət. Həqiqətən düzgün qeyd elədi.
bilirsiniz, vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi korrupsiya qarşı mübarizə siyasətinin əsas istiqamətlərindən biridir. Fərmanın da bu baxımdan, cənab prezidentin imzalamış olduğu fərmanın da bu baxımdan, korrupsiya qarşı mübarizə baxımından o aspektdən xüsusi dəyəri var. İlk növbədə bu vətəndaş məmur münasibətinin minimuma endirilməsi vətəndaş məmur ünsiyyətində prosesin qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxsin subyektiv mülahizələrindən asılılığını istisna edir. Yəni, bu asılılığın istisna olunması isə öz növbəsində sui-istifadə, süründürməçilik, hər hansı negativ halların baş vermə ehtimalını aradan qaldırır. Bu baxımdan fərman həqiqətən dəyərlidir. Və üstəlik də biz izləmişik, müəyyən sahələrdə artıq konkret kompüter texnologiyasının tətbiq edilməsi məhz qeyd etdiyimiz o keyfiyyətlərin ortaya çıxmasına zəmin yaradıb. Yəni, bir növ vətəndaş operativ olaraq istədiyi müəyyən bir fəaliyyət dairəsi ilə bağlı real nəticə əldə edir və özü də bütün o məlumatlar hamısı mərkəzləşdirilmiş qaydada vətəndaşa təqdim olur. Yəni, burada qeyd etdiyimiz kimi, həmin o münasibət bir qədər arxa plana keçir, ikinci şəffaflıq yaranır və üçüncü də ki, vətəndaşla dövlət arasında şəffaflıq artır. Bax, ona görə də bu məsələ ilə bağlı. Bəli, düzgün qeyd edirsiniz, prosesin, hər hansı bir normativ hüquq aktda prosesin aydın, çevik mexanizmlər əsasında göstərilməsi və müəyyən edilməsi bu bir qeyd etdiyinizlə yanaşı, həm də vətəndaşların hüquq maarifləndirməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Yəni, konkret halda dövlət xidmətindən istifadə etmək üçün müraciət etmiş şəxs artıq müraciət etməzdən əvvəl ondan konkret hansı sənədlərin tələb olunduğunu və müvafiq tələb olunan sənədləri verəcəyi halda hansı zaman kəsi ərzində bu müraciətə baxılacaq və həll olunacağı barədə ətraflı məlumatı olur. Bu da prosesin həm şəffaflığını təmin edir, eyni zamanda negativ halların yaranmasının qarşısını alır. Digər tərəfdən bilirsiniz ki, bu müasir informasiya texnologiyaları sahib məmdə çıxışında qeyd elədi. Bu, ictimai həyatımızın demək olar ki, bütün sahələrini əhatə eləyir və artıq Azərbaycan Respublikasında da bir sıra dövlət xidmətləri elektron qaydada həyata keçirilir. Eyni zamanda korrupsiya qarşı mübarizə, Baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsində də müvafiq daim mütəmadi olaraq təhlillər aparılır. Korrupsiya şərait yaradan hallar barəsində, korrupsiya daha çox uğramış sahələr barəsində və bu təhlillər əsasən baş idarəyə daxil olmuş vətəndaş müraciətləri, şikayətlər, eyni zamanda baş idarənin nəzdində fəaliyyət göstərən qaynar xətt 161 qaynar xətt əlaqə mərkəzinə daxil olan müraciətlər, baş idarədə araşdırılan materiallar və istintaq olunan cinayət işləri əsasında aparılır. Və bu təhlillərin nəticələri də onu göstərir ki, hansı sahələrdəki elektron xidmətlər, müasir informasiya texnologiyaları tətbiq olunur və dövlət xidmətləri elektronlaşdırılmış qaydada həyata keçirilir. O sahədə dərhal müsbətə doğru korrupsiya qarşı mübarizə, korrupsiya hüquq pozmaları barədə müraciətlər dinamikasında müsbətə doğru əsaslı dönüş yaranır. Və Osman müəllim, yəni bu fərman özlüyündə həmin o müvafiq dövlət strukturlarının bir növ fəaliyyət mexanizmini daha da aktivləşdirəcək. Yəni onları hərəkətə gətirəcək. Ki, siz birbaşa olaraq bir QHT belə deyək, rəhbəri kimi, bir forum rəhbəri kimi ictimaiyyətlə eyni zamanda sıx təmasdasınız və bir növ ictimaiyyətə istiqamətlənmiş bir addımdır ki, onların asıllığı aradan qalsın və onların istəyi operativ şəkildə təmin olunsun. Doğrudur. Yəni ölkədə mən düşünürəm ki, bu fərman bəlkə də elektron hökumət quruculuğu sahəsində ən inqilabi addımlardan birisidir. Yəni, indi son dövrlərdə, son bir neçə ildə bizdə elektron hökumət quruculuğu istiqamətində müəyyən addımlar atılırdı və bu, təbii ki, elektron hökumət quruculuğunda iki əsas istiqaməti var. Birincisi, bu dövlət qurumlarının özünün fəaliyyətinin elektronlaşması, əgər belə demək mümkünsə. İkinci də, dövlət qurumlarının fəaliyyətinin ona görə elektronlaşdırılması ki, bu vətəndaşa xidmət eləsin. Bu fərman tamamilə doğru. Bu fərman məhz o ikinci istiqamətə yönəlib ki, bu elektron hökumət quruculuğundan vətəndaş nə cür bəhrələnəcək? İndiyə kimi gizli, bu fərmanda orada bir bənd var ki, yaşayış yerindən bağlı arayışların verilməsi prosedurası var. Orada gözəl bir bənd verilib, qeyd olunub ki, arayışlar müvafiq dövlət qurumunda, məsələn, Daxili İşlər Nazirliyində olan İAMAS sistemi var, avtomatlaşdırılmış elektron sistemdə. Bu arayışlar bu sistem vasitəsilə veriləcək. Fərdi informasiya sistemi, kodu. Bəli, tamam. İndiyə qədər arayışlar haradan? Gedirin dövlət dəftər kitab açırdılar. Məsələn, JEK-lərdə, belə demək mümkün, mənzil istismar sahəsində köhnədən qalan kitablar, dəftərlər açırdılar, ora baxırdılar, qeyd, amma burada bir mənalı qeyd olunub ki, arayış elektron informasiya sistemi əsasında verilməlidir. Bu, mühüm addımlardan birisi budur. Nə mənada? Gələcəkdə də axı başqa arayışlar da olacaq. Forma 2-lər var, nə bilim, digər arayışlar var və minlərlə arayışlar var. Və üstəlik də ki, arayış vətəndaşa məhz həmin gün verilməlidir. Tamamilə doğru. Vətəndaş nə əldə edir? Üzr istəyirəm. Bir, operativlik.
ikincisi şəffaflıq Bəli. və üçüncü də ki, həmin o informasiya verilən o kağızın dəqiq yoxlanılmış mənbədən təqdim Tamamilə olunması. Rövşən bəy, həm də burada bir məsələ də var ki, indi gizli bir şey deyil də. Burada məsələn mənzil istismar sahələrinə, keçmiş adı belə demək mümkünəcəklərə gedəndə orada süründürməçilikdən qarşılaşa bilirdin, bürokratçılıqdan qarşılaşa bilirdin. Sizin əvvəldən hansısa bir probleminiz ola bilərdisə, məsələn hansısa ödənişdən bağlı, hansı ki sizə o günü arayış lazımdırsa, artıq siz onu ala bilmirdiniz. Və müxtəlif sənədlər tələb Bəli, bu uzana bilirdi. Tamamilə doğrudur. Yəni bunun hesab edirəm ki, kifayət qədər həm vətəndaş üçün birbaşa əhəmiyyəti var. Yəni orada bu əlavə xərclər çəkməyəcəkdir, həmin gün olacaq. Amma elektron hökumət quruculuğu baxımından bunun müstəsna əhəmiyyəti var. Yəni bu artıq elektron müstəviyə gələcək. Bu başqa digər arayışlar üçün də əsas şərtlərdən birisidir. Mən hesab edirəm ki, sabah birisi gün biz başqa bir fərmanlar, sənədlər görsək ki, məsələn, Forma 2 ilə bağlı digər arayışlar da elektron sistemdən verilsin, burada təəccüblənməyə dəyməz. Yəni bu artıq elektron hökumət quruculuğunun üstünlükləridir ki, birbaşa yönəlib ki, vətəndaşa. Osman müəllim, dediyiniz o həmin hökumət, belə deyək, elektron hökuməti məhz Asan Xidmət Mərkəzində artıq qurulub fəaliyyət göstərib. Yəni real bir nəticə var ortada və Asan Xidmət Mərkəzi 2012-ci ildə prezidentin müvafiq sərəncamı ilə yaranmış bir mərkəzdir. Hansı ki, vətəndaşlar müntəzəm olaraq müraciət edirlər. Mən təsəvvür etmirəm elə bir vətəndaş olsun ki, Asan Xidmətə müraciət etməsin hansısa bir sənədlə bağlı. Və təbii ki, bunun da müqabilində Asan Xidmət Mərkəzi 2015-ci ildə bu il BMT-nin mükafatı ilə təltif olunub. Təbrik edirik sizi. Ülvi müəllim, biz bilmək istərdik, fərmandan irəli gələrək vətəndaşlar hansı məsələlərlə bağlı Asan Xidmətə müraciət edə bilərlər? Buyurun. Düzgün qeyd etdiyiniz kimi 2012-ci ildə Cənab Prezidentin fərmanı ilə Asan Xidmət Mərkəzi yaradıldı və eyni zamanda bu mərkəzdə həyata keçirilən xidmətlərin siyahısı da eyni fərmanla təsdiq olunmuşdur. Diqqət yetirsəniz, həm indiki fərmana, həm eyni zamanda Asan Xidmət Mərkəzlərinin yaradılması haqqında fərmana, burada o xidmətlər həyata keçirilir ki, müxtəlif dövlət orqanları tərəfindən, həmin xidmətlər vətəndaşlara, eyni zamanda sahibkarların kütləvi istifadə etdikləri xidmətlərdir. Yəni, vətəndaşların gündəlik məişətdə, gündəlik dövlət orqanları ilə təmasda ola biləcəyi xidmətlər zaman-zaman Asan Xidmət Mərkəzlərində onların göstərilməsi ilə bağlı bu fərmanlar verilmişdir. Növbəti fərmanda da 3 yeni xidmətin Asan Xidmət Mərkəzlərində həyata keçirilməsi ilə bağlı tapşırıqlar verildi. Bunlar digər qonaqların qeyd etdiyi kimi vətəndaşlarımızın ümumi Forma 2 adı ilə tanıdığı deməli, yaşayış yerinə arayışla bağlı bu xidmətlər Asan Xidmət Mərkəzində deməli, həyata keçiriləcəkdir. İkinci, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı arayışların verilməsi. Üçüncü isə taksi, mini avtomobilləri ilə sərnişin daşınmaya xüsusi razılıqların verilməsi. Lisenziyaların verilməsi. İcazə verirsinizsə, tamaşaçılarımız üçün də daha aydın olsun deyə mən konkret olaraq bu xidmətlərin nədən ibarət olmasını misallara göstərərdim. Yaşayış yerindən arayış, bu hamının məlum olduğu kimi müxtəlif xidmətlərdən yararlanmaq üçün, istər dövlət xidmətlərindən, istər özəl bank və digər xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan zaman-zaman yaşayış yeri ilə bağlı arayış tələb olunur. Burada deməli, həmin ünvanda neçə nəfərin qeyriyyətli olduğu ilə bağlı bir arayışdır. Bu arayış Daxillər Nazirliyi tərəfindən müvafiq informasiya sistemi vasitəsilə Asan Xidmət Mərkəzlərində vətəndaşlara deməli, verilə biləcəkdir. Və eyni zamanda nəzər yetirsək fərmana, Cənab Prezident bu xidmətin Asan mərkəzlərində həyata keçirilməsi ilə bağlı tapşırıqdan əlavə bu xidmətin necə həyata keçiriləcəyi ilə bağlı konkret prinsipləri müəyyən edibdir. O prinsiplər ondan ibarətdir ki, arayış informasiya sistemi vasitəsilə elektron qaydada formalaşdırılmalıdır və vətəndaşa təqdim olunmalıdır. İkinci, bu arayışı əldə etmək üçün vətəndaş yalnız şəxsiyyət vəsiqəsi ilə Asan Xidmət Mərkəzinə müraciət edə bilər. Yəni, bu arayışı vətəndaş Asan Xidmət Mərkəzində istəyərkən ondan şəxsiyyət vəsiqəsindən əlavə heç bir sənəd, heç bir ödəniş tələb oluna bilməz. Üçüncü isə arayışın təxirə salınmadan verilməsi məsələsidir. Yəni, vətəndaş müraciət etdisə, təxirə salınmadan müraciət etdiyi gün ərzində və hətta deyim, gün yox, bir saat ərzində deməli, vətəndaşı dərhal həmin arayış təqdim olunmalıdır. Yəni, həm deməli, xidmət
operativliyi təmin olunmalıdır, həm şəffaflığı təmin olunmalıdır fərmandakı göstərişə əsasən. İkinci, vətəndaşlıq mənsubiyyətinin verilməsi ilə bağlı arayışlardır ki, bu arayış əsasən Azərbaycanda yəni şəxsiyyət vəsiqəsi almaq istəyir hər hansı bir şəxs və onun bu günə qədər Azərbaycan vətəndaşlığının olması ilə bağlı hər hansı bir dövlətdə məlumat yoxdur. Yəni bu əvvəllər Azərbaycanda ünvanda qeydiyyatda olmayıb və s. və yaxud da digər xarici ölkədə doğulubdur və burada Azərbaycan vətəndaşı olması ilə bağlı şübhə yaranıbdır. Hansı ki, o şübhə üçün əsas verən ümumiyyətlə o əsaslar qanunla müəyyən olunubdur. Həmin hallarda həmin şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğu ilə bağlı arayış tələb olunur. Yəni bu qanunla tələb olunan bir sənəddir. Bu sənədi Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara verilir. İndi bu günə qədər yəni proses belə idi ki, təbii ki, qanunla müəyyən edilmiş proses belə idi ki, vətəndaş qeydiyyata düşmək üçün Daxili İşlər Nazirinə müraciət edir və onun vətəndaşlığı barədə şübhə yarandıqda qurum onu miqrasiya xidmətinə göndərirdi ki, yəni vətəndaşlıq mənsubiyyəti haqqında arayış gətirsin, araşdırsın. Vətəndaş yenidən miqrasiya xidmətinə müraciət edirdi. Miqrasiya xidmətinin arayış aldıqdan sonra yenidən də Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət edirdi. Yəni bu bir neçə instansiyadan keçmə həm vaxt itkisinə, həm də o gedib gələndə itirdiyi əlavə maliyyə itkisinə səbəb olurdu vətəndaşlar üçün. Hansı ki, bu fərmanla Cənab Prezident tapşırmışdır. Həm asan xidmət mərkəzlərində həyata keçirilsin, həm də necə həyata keçirilməsi ilə bağlı. Yenə burada da bir proseduru müəyyən etmişdir. Yəni, siz diqqət yetirsəniz, fərmanda həm miqrasiya xidmətinə, həm də Daxili İşlər Nazirinə tapşırıq verilmişdir. Bu arayış da elektron qaydada hazırlansın, formalaşdırılsın. Yəni, sorğu əsasında Daxili İşlər Nazirliyindən gələn məlumatı əsas götürərək miqrasiya xidməti ilə asan xidmət mərkəzinin özündə vətəndaşa mənsubiyyət arayışını verə biləcəkdir. Bir sözlə, yəni çox üzr istəyirəm, yenə də udan vətəndaşdır, istər vaxt baxımından, istər maddiyyat baxımından. İstər maddiyyat baxımından. Ümumiyyətlə, fərmanın özü, fərmanın ruhu vətəndaş yönümlüdür, vətəndaş məmnunluğunu təmin etməyə yönəlmiş bir fərmandır və burada verilən tapşırıqlar da yalnız və yalnız vətəndaşlarımızın üçün vətəndaş məmnunluğunun təmin edilməsinə yönələn tapşırıqlardan ibarət. Əsas məqamlardan biri də məhz sahibkarlarla bağlı. Onu da siz qeyd etdiniz. Yəni Cənab Prezident dəfələrlə bildirib ki, sahibkarlar üçün geniş imkanlar yaradılmalıdır və sahibkarın fəaliyyətinə mane törətmək dövlətə xəyanətə bərabərdir. Və məhz bu fərmanda da sahibkarlar üçün çox geniş imkanlar verilir. Ən azından vaxt məsələsini dediniz. Yəni sahibkar üçün vaxt, yəni hər birimiz üçün, amma sahibkar üçün xüsusən qızıla bərabərdir. Yəni tayı bərabərdir. Çünki sahibkarın bütün fəaliyyəti, biznes fəaliyyəti vaxt üzərində qurulur. Və xüsusi razılıqların verilməsi də həmin o fərmanda asanlaşdırılıb və sadələşdirilib. Ümumiyyətlə, bilirsiniz, hər bir uğurlu sahibkarın uğurluğunun əsas səbəbi odur ki, o vaxtı və maliyyəni düzgün idarə edə bilən insan uğurlu sahibkar ola bilir. Və dövlət də çalışır həmin sahibkarlıqla məşğul olan şəxsin vaxtının və maliyyəsinin düzgün idarə edilməsinə köməklik göstərsin. Və çox maraqlıdır, üzr istəyirəm Sahib müəllim. Bax, bu günə qədər mövcud durum necə idi bu sahədə? Azərbaycanda lisenziyalaşdırma sahəsi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq lisenziyaların verilməsi qaydası ilə tənzimlənir və bu qaydalara əsasən bu istiqamətdə lisenziyalaşdırma sahəsində səlahiyyətli orqan kimi İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə verilən dövlət qurumları tərəfindən verilən lisenziyaların vahid reyestrini aparır. Mən onu da qeyd etmək istərdim ki, bu reyestr elektron baza şəklində yaradılmışdır və bütün verilən lisenziyalar barədə məlumatlar ora daxil edilir. Eyni zamanda verilən lisenziyaların forması və onların doldurulması qaydalarını müəyyən edir. Dövlət bu lisenziyalaşdırma sahəsində dövlət tənzimlənməsinin istiqamətlərini işləyib hazırlayır. Bu istiqamətdə dövlət qurumlarına metodiki rəhbərliyi həyata keçirir və bu istiqamətdə normativ hüquqi sənədlərin layihələrini hazırlayır və əlbəttə verilən dövlət qurumları tərəfindən verilən blankların sifarişini, onların uçotunun aparılması, hesabatların hazırlanmasını həyata keçirir. Hazırda 23 Mərkəzi İcra Hakimiyyəti orqanı tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılmışdır. Bu sahələrdə lisenziya verilir. Cənab Prezidentin fərmanı ilə verilən tapşırıqlardan biri də Azərbaycanda
icazələr.gov.az deməli saytının yaradılması olmuşdur və bu istiqamətdə elektron icazələrin elektron informasiya portalı yaradılmışdır və burada da əsas məqsədlərdən biri o idi ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilən lisenziyalar barədə həmin informasiyalar həmin saytda yerləşdirilsin. Ümumiyyətlə, bütün sahibkarlıq fəaliyyətini tənzimləyən icazə verici sənədlər, icazə xarakterli sənədlər, həmin barədə məlumatlar həmin saytda yerləşdirilsin ki, sahibkarlar da, sahibkarlıq subyektləri də asanlıqla həmin sayta daxil olaraq məlumatları əldə etsinlər. Eyni zamanda əsas məqsədlərdən biri də o idi ki, hər hansı bir normativ hüquqi sənədin layihəsi həmin saytda ictimai müzakirələrin təşkil olunması üçün bir ay müddətində yerləşdirilməsi nəzərdə tutulmuşdu və bu prosesdə həyata keçirilir. Və həmin o elektron portalın yaradılması sizin qurumla birbaşa olaraq Dövlət Agentliyi arasında birbaşa iş birliyi əsasında həyata keçiriləcək. Bu, Cənab Prezidentin demək 2011-ci il 509 nömrəli fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirinə tapşırılmışdı və bu portal hazırlanmışdır və fəaliyyətdədir. Eyni zamanda İqtisadiyyat və Sənaye Nazirinin tərəfindən lisenziyaların qeydiyyatı ilə bağlı portal yaradılmışdır və burada da əsas məqsəd odur ki, Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən verilən lisenziyalar barədə məlumatlar həmin saytda yerləşdirilsin və bu saytda test rejimində artıq fəaliyyətdədir. Artıq dövlət qurumları... Təbii ki, bu saytın üzrə fəaliyyət göstərməsi şəffaflığa da birbaşa təsir göstərəcək. Bəli. Sözü birbaşa olaraq həmin o sayta baxmaqla... Bəli, həmin sayta daxil olaraq istədiyi qurumu seçir və istədiyi sahibkarlıqla bağlı istənilən icazə verici sənədlər haqqında məlumatlar alır. Və bütün bu yaradılan elektron mexanizmlər, yəni bir daha onu deməyə əsas verir ki, bu istiqamətdə artıq işlərə başlanılmışdır və fərmanda da verilən tapşırıqlardan biri elektron lisenziya portalının yaradılması da məhz bu işlərin daha da təkmilləşdirilməsi və bu işlərin davam etdirilməsi məqsədini daşıyır. Təşəkkür edirəm və Ülvi müəllim də qeyd etdi, çox düzgün qeyd etdi ki, fərman yalnız konkret sərəncamları özündə əks etdirmir. Eyni zamanda o sərəncamların önəmli fəaliyyət mexanizmlərin həyata keçirilməsi qaydasını göstərir və çox maraqlıdır ki, eyni zamanda Orxan müəllim, sizin idarədir, birbaşa olaraq vətəndaşların üz tutduğu bir idarədir və sosial münasibətlər sisteminə və vətəndaş-dövlət arasında yaranan münasibətlərin daha da saflaşmasına və bu münasibətlərin inkişaf etməsinə birbaşa xidmət göstərən bir sahədir. Bax, siz fərmanın irəli gələrək gələcəkdə nə kimi proqramlar həyata keçirəcəksiniz? Bilirsiniz ki, korrupsiya qarşı mübarizə ümumiyyətlə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Cənab Prezident mütəmadi olaraq çıxışlarında korrupsiya və neqativ hallara qarşı mübarizə ilə əlaqədar dövlət qurumlarının qarşısında müvafiq vəzifələrini, tapşırıqlarını verir. Korrupsiya qarşı mübarizə siyasətinin Azərbaycanda əsas xüsusiyyətlərindən biri inzibati və preventiv tədbirlərin balanslaşdırılmış tətbiqini nəzərdə tutur. Bu nə deməkdir? Yəni, korrupsiya qarşı mübarizə yalnız cəza tədbirləri ilə deyil, eyni zamanda qabaqlayıcı tədbirlərin, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi. Eyni zamanda maarifləndirici tədbirlər. Təbii ki, eyni zamanda maarifləndirici tədbirlərin həyata keçirilməsi tələb edir. Cənab Prezidentin imzalamış olduğu qeyd olunan fərman da bu sahədə Azərbaycanda korrupsiya qarşı mübarizə sahəsində irəli atılmış növbəti uğurlu addımdır. Korrupsiya qarşı mübarizə, Baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsi də bu dövlət siyasətinə uyğun olaraq bu istiqamətdə fəaliyyətini davam etdirir. Və fərman hər bir dövlət qurumu qarşısında olduğu kimi Baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsinin qarşısında da mühüm vəzifələr qoyur. Və bu vəzifələrin icrası istiqamətində həm inzibati tədbirlər, eyni zamanda preventiv qabaqlayıcı tədbirlər həyata keçiriləcəkdir. Osman müəllim, istərdim yenədən, yəni belə deyək, ictimai münasibətlər sferasına qayıdaq. Çünki bu fərmandan demək olar dərhal sonra sosial şəbəkələrdə, internet portallarında müzakirələr başladı və bir mənalı olaraq belə bir fikir orada tutmaq olar ki, cəmiyyət bu fərmanın sözünü həqiqi mənasında alqışlayır və prezidentimizə, dövlətimizə təşəkkür edir. Amma siz daha yaxınsınız bu sosial şəbəkələr sisteminə. Buyurun. Bəli, tamamilə doğrudur. Elə mən özüm də bu sosial mediada bununla bağlı bir neçə status paylaşdım və onun altına xeyli kommentlər, deyək ki, bəyənmələr var. Yəni bu sosial mediada ciddi müzakirə olunan sənədə çevrildi. Bu doğrudan da, yəni ona görə ki, birbaşa vətəndaşa yönəlib. Bəli. Yəni əsas məsələ bizdə elektron hökumət quruculuğuna bağlı indiyə qədər kifayət qədər çox sənədlər qəbul. Bir var infrastruktur sənədləri, bir var deyək ki, hansısa bir qurumun yaranması və s. Bir də var, bu artıq vətəndaşa yönəlib. Yəni vətəndaş birbaşa özündə hiss elədi ki, bu artıq daha JK getməyəcək. Məsələn, deyək ki, sahib mənim çox düzgün dedi ki, deyək ki,
56-56-ya qədər fəaliyyət növü var ki, desin, bu çoxdur, kifayət qədər çoxdur. İndi bu 56 fəaliyyət növündən yəqin ki, bir 56-ya qədər də sənəd var. Bunları bir papkaya bu yığmalıydı, aparmalıydı nazirliyə hansısa bir quruma. Üstəlik bunların yenilenməsi mexanizmi yəni biz indiki dövrdə elə dövrdür. Burada dövrdə hər dövrün öz gəlişmələri var da. Yəni vaxt əhəmiyyətli bir faktora çevrilib də. Bu vaxtı kifayət qədər minimuma endirən bir prosedurlar müəyyən olunur. Deməli bu sənədləri yığıb bunu elektron formasında nazirliyə təqdim edə bilər. İstənilən bir nazirliyə. Və o nazirliyin bundan imtina eləməyə ixtiyarı indiyə qədər imtina edə bilərdi ki, arayışı kağızda gətir, artıq elektron formada verə bilər. Hansısa bir sənədi mənə deyək ki, kağızda gətir. Burada nazirin o göy peçatı orada görsənməlidir. Amma bu fərman dedi ki, bu da elektron formada verə bilər də. Yəni mən hesab edirəm ki, doğrudan kifayət qədər əhəmiyyətlidir və hesab edirəm ki, yəni tamamilə düzdür Orxan müəllim ki, biz korrupsiya, rüşvət üçün münbit şərait nədir? Oradakı təmas var, orada şərait var da. Yəni təmas olanda artıq orada separat danışıqlar, sövdələşmələr ola bilər. Amma bu fərman o təması da aradan qaldırdı. Yəni dedi ki, sən uzaq bir rayonda otur, enter düyməsini bas, sənədlərini göndər. F5 düyməsini bas, bütün məlumatları yenilə. Doğrudur. Yəni bu əhəmiyyətlidir də. Bu təmas olmadı ortada. İndi korrupsiya qarşı mübarizə idarəsinin iş asanlaşdı ki, burada artıq təmas yoxdur. Ona görə mən düşünürəm ki, doğrudan da bu kifayət qədər əhəmiyyətlidir. İndi məsələn burada yeri gəlmişkən bir məsələyə toxunmaq istəyirəm. Bayaq çox düzgün dedi Ülvi müəllim. Məsələn miqrasiya, daxili işlər asan bir gəp. Bilirsiniz burada söhbət nədən gedir? Orada fərmanda da qeyd olunubdur. Bizim qanunvericidə fərdi identifikasiya nömrəsi deyən bir gözəl bir məsələ var. Yəni bu vətəndaşla bağlı vahid bir unikal bir nömrə. Deyək ki, o nömrə hansı dövlət qurumunda yığıldısa, onun bütün məlumatları orada çıxmalıdır. Bunun ünvanı, adı, familiyası, əmək haqqısı və s. İndi Osman müəllim, həmin o məlumatlar müxtəlif informasiya sistemlərindən süzülərək gəlib oraya. Tamamilə doğrudur. Bu yəni kimisə yazılmaq əsasında deyil. Bu fərman ona doğru da o sahədə də bizdə o sahədə düzgün deyim ki, problemlər var. Yəni problem nədir? Elə bir dövlət qurumu tapa bilərəm ki, mən misal da çəkə bilərəm. Mən orada gedib mənim fərdi identifikasiya nömrəmi yığsam, mənlə bağlı məlumatlar orada çıxmayacaq. Mənə deyəcək ki, get xahiş edirəm, filan dövlət qurumunda olan məlumatı gətir ver mənə. Hansı ki, orada çıxmalıydı o. Amma çıxmadı. Bu fərman o problemin də aradan qaldırmasına yönəldi. Yəni dövlət qurumları arasında olan informasiya sistemləri inteqrasiya olunmalıdır ki, dövlət qurumu mənlə bağlı informasiyanı istəməsin. Gedib o dövlət qurumunda axı mənlə bağlı var. Gedib ondan istəməlidir. Bu fərmanda qeyd olunan fərdi identifikasiya nömrə məsələsi ona da kömək eləyəcək ki, artıq bu dövlət qurumlarının informasiya sistemləri bir-birinə inteqrasiya olunmalıdır ki, dövlət qurumları vətəndaşla bağlı informasiyanı vətəndaşdan yox, o dövlət qurumundan özü əziyyət çəkib götürsün. Yəni o inteqrasiya var da orada. Və bir məsələyə xüsusi toxunaq, Ülvi müəllimdə ondan bağlı, həmin məsələ ilə bağlı fikrini soruşacağım. Yəni taksi sürücüləri və yaxud da taksi minik avtomobili ilə sərnişin daşıyan sürücülər, onların da işi görünə qədər asanlaşdı. Lisenziya almaq, icazə vərəqəsi almaq, yəni bütün bu prosedur təsəvvür edin ki, müəyyən bir zaman alırdı. Mən deyərdim, bəlkə də günlər alırdı. Amma indi çox qısa bir zamanda Ülvi müəllim. Bəli, növbəti Asan Xidmət Mərkəzində həyata keçirilməli olan xidmətlərdən biri də taksi minik avtomobil ilə sərnişin daşımaya xüsusi razılıqların və fərqlənmə nişanının verilməsi xidmətinin həyata keçirilməsidir. Bilirsiniz, bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda bu fərmanla Nəqliyyat Nazirliyi həmin xidməti Asan Xidmət Mərkəzlərində təşkil etməlidir. Xüsusi razılığın verilməsi ilə bağlı konkret qanunvericilik var və orada razılığın verilməsi şərtləri və əsas olan hallar müəyyən olunubdur. Eyni zamanda siz diqqət yetirsək görərik ki, Cənab Prezidentin tapşırığı ilə həmin xüsusi razılığın verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı bir tapşırıq veribdir, təkliflər versin administrasiya. Bu nədən ibarətdir? Biz çalışırıq ki, ümumiyyətlə Asan Xidmət Mərkəzinin əsas iş prinsipi operativlik, şəffaflıq, nəzakətli davranışdır. Şəffaflıq əlbəttə ki, təmin edilir. Amma operativliyi təmin etmək üçün müəyyən qədər vətəndaşdan tələb olunan sənədlərin ya əgər o sənədləri əvəz edən digər məlumatlar dövlət orqanında varsa, artıq vətəndaşdan istənilməməsidir. İkinci isə maksimum deyildiyi kimi elektron vasitələrdən istifadə etməklə
lazım olan informasiyanı vətəndaşdan hansı bir arayış almaqla yox, qurumlar arası informasiya sistemləri arasındakı mübadilə vasitəsilə çox üzr istəyirəm, mən çox üzr istəyirəm. Yəni ola bilər ki, bax bu cür ki inteqrasiya münasibətləri tam həll oldu dövlət qurumları arasında. Ola bilsin ki, gələcəkdə dövlət bu vətəndaşla bağlı məsələləri daha da inkişaf elətdirəcək. Bəlkə ola bilsin ki, bu arayış məsələsi ləğv ola da bilər. Çünki əgər dövlət qurumlarının hamısında vətəndaşla bağlı informasiya varsa, artıq bunu kağız formaya çevrilib onu təsdiq etməsinə ehtiyac qalmaz. Səhv eləmirəmsə belə ola bilər. Yəni bu növbəti addım artıq ona doğru gedəcək ki, bizdə ümumiyyətlə bu arayış məsələlərini tamamilə doğru. Yəni artıq vətəndaşla bağlı bütün məsələlər elektron sistemdə var. Bunu kağıza çevirməyin nə əhəmiyyəti var ki? Amma hələlik o ki, o JEK-lərdə, mənzil istismar sahəsində, kitablarda, dəftərlərdə hələ durur da bu da. Ona görə mən düşünürəm ki, bu hələ bəlkə də keçid dövrü üçündür. Növbəti mərhələdə yəqin ki, tam inteqrasiya, fərmanda tam həmin informasiyaların daşınma mexanizmi ilə bağlı çox önəmli bir məsələ var ki, necə daşınmalıdır? Sizə bu elektron lisenziya portalının yaradılması ilə bağlı tapşırıqda orada da prosedur müəyyən olunubdur ki, hansı formada portal fəaliyyət göstərməlidir. Bu lisenziya tələb edən fəaliyyətlə məşğul olmaq istəyən şəxs, deyək ki, fiziki şəxsdir, hüquqi şəxsdir, vətəndaş, həmin lisenziyanı əldə etmək üçün bütün sənədlərini elektron qaydada göndərir portala və portal vasitəsilə göndərilir həmin lisenziya verməli olan dövlət orqanına. Dövlət orqanı lisenziya verirsə həmin fəaliyyətə görə vətəndaşa, həmin lisenziya portalda yerləşdirilir. Yəni, Osman mənim dediyi kimi, vətəndaşın gedib lisenziyanı kağız daşıyıcıda götürüb özündə saxlamasına ehtiyac yaranmır. Nəyə görə? O portala həm vətəndaşların çıxışı olacaq, misal üçün hansısa bir şirkətlə əməkdaşlıq etmək istəyir, o şirkətin o fəaliyyəti ilə bağlı lisenziyası var yoxsa yoxdur, onu portal vasitəsilə müəyyənləşdirə biləcək. Eyni zamanda yoxlayıcı orqanlar var, hansı ki müəssisələri yoxlamalı. Hətta onlar lisenziyanı, onun fəaliyyətinin qanunluğunu yoxlamaq istəyirsə, həmin portal vasitəsilə heç həmin müəssisəyə, obyektə getmədən portal vasitəsilə müəyyən edəcək ki, yoxlamalı olduğum orqanın bu fəaliyyəti icazəsi var, yoxsa yoxdur. Yəni bu həm nəzarət yoxlamada ciddi deməli dönüş yaradacaq. Eyni zamanda lisenziyanın həm sənədlərin verilməsində, həm sənədlərin alınmasında qeyd edildiyi kimi məmur və vətəndaş arasında təmas aradan qaldırılacaq. Hansı ki, bu da dolayısıyla hansı bir negativ halların qarşısını qabaqcadan almağa köklənən. Başqa sözlə, şəffaf bir informasiya bankı yaradılacaq ki, hər kəs o bankdan istifadə edə biləcək. İstifadə etsin. Adi bir misal, övladı bir bağçaya qoymaq istəyirsən, bağça bilmirsən, bağça fəaliyyətinə məşğul olmağın icazəsi var, yoxsa yoxdur. Çox zaman orada problemlər çıxır. Amma qabaqcadan heç özündən də soruşanda bəlkə heç bir sənəd göstərməzlər, deyərlər ki, bəli, bizim icazəmiz var, filan var. Bir neçə müddətdən sonra məlum olur ki, məsələn, yoxlanılıbdır, bu artıq heç bu işlə məşğul olmalı deyil. Amma həmin valideyn portala daxil olub, həmin müəssisənin ümumiyyətlə fəaliyyətin qanunluluğunu özü görə bilir, əmin ola bilir və ondan sonra öz növbəti hərəkətlərinə keçə bilir. Eyni zamanda digər hallarda. Bir məqamı əlavə eləmək istəyirəm. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və bu istiqamətdə görülmüş işlərin beynəlxalq maliyyə qurumlarının hesabatında obyektiv əks olunması baxımından da fərmanın çox böyük əhəmiyyəti vardır. Çünki Dünya Bankının 189 ölkədə biznes mühitinə dair hər il hazırladığı hesabatlarda məhz əsas məqamlar, əsas meyarlar ondan ibarətdir ki, yəni sahibkarlığın inkişafı sahəsində sahibkarlıq subyektlərinin qeydiyyatı, bu istiqamətdə sərf olunan vaxt, çəkilən xərclər digər ölkələrdəki analoji vəziyyətlə müqayisə olunur və ölkələrə reytinqlər verilir. Və məhz fərmanda verilən bu tapşırıqlar elektron xidmətlərin dairəsinin genişləndirilməsi və bu lisenziyaların verilməsinin prosedurlarının elektronlaşdırılması bilavasitə həmin məqamlara da öz müsbət təsirini göstərəcək ki, bu da əlbəttə hazırlanan növbəti hesabatlarda öz əksini tapacaqdır. Rəşən, mən bir məsələ bildirim, indi mən fikirləşdim, Ölü bəy çox gözəl qeyd elədi. Deməli, bizdə yeni bir informasiya bazası formalaşır, lisenziyalaşma ilə bağlı. Lisenziyalaşan, deyək ki, kimin lisenziyası var, hansı hüquqi şəxslərin lisenziyası və s. Bunun bir nəhəng bir informasiya
informasiya bazası formalaşacaq və bu əlçatan olacaq, düzdürmü? Üzr istəyirəm, bu informasiya bazası eyni zamanda vətəndaşların da məsuliyyətini artıracaq. Bəli, tamam. İnformasiya bazasında hansı məqam qeyd olunur? Tamamilə doğrudur. Deməli, baxın, bu dəqiqə bizdə açıq hökumət portalı da var. Bəli. O açıq hökumət portalında hökumət orqanları yavaş-yavaş özlərində olan açıq ictimai məlumatları yerləşdirirlər orada. Və indi bu dəqiqə dünyada artıq o dərəcə inkişaf edib ki, artıq elektron hökumətdən yox, mobil hökumətdən danışır. Yəni, hamı mobil telefondan alır. Əgər bu lisenziyalaşma ilə bağlı informasiya bazaları, bütün bu açıq məlumatlar o açıq hökumət portalında yerləşəndə, indi bizdə mobil developerlər deyirik, proqramçılar var, mütəxəssislər var ki, onun üzərində proqram təminatları, mobil tətbiqlər qura bilirlər. Deməli, indi sabah artıq bizim mobil telefonumuzda da bu lisenziyalardan bağlı, digər bütün bu icazələrdən bağlı məsələlərdə öz mobil telefonumuzdan da elə birbaşa, məsələn, mən bilmək istəyirəm ki, deyək ki, filan qurumun doğrudan da lisenziyası varmı? Mən ondan işbirliyi qura bilərəmmi? İndi bir var, mən kompüterin arxasında girəm, bir də var hazır telefon. Bu sahənin də inkişafına kömək eləyə bilər. Yəni, bu dəqiqə bizdə mobil tətbiqlər düzünü deyək ki, o qədər sürətli deyil. Yəni, xidmətlər yoxdur ki, biz az sayda xidməti mobil tətbiqdən alırıq. Amma bu özü də bir açıq məlumatdır. Dövlət qurumunu onu açıq portalda yerləşdirir və biz dərhal onun üzərində bir mobil tətbiq qurub onu mobil telefonumuzdan ala biləcəyik. Yəni bu açıq informasiya dünyası həm nəzarət baxımından, həm idarəetmə baxımından, həm də əlçatımlıq baxımından və təbii ki, eyni zamanda korrupsiya qarşı mübarizə idarəsinin fəaliyyətini daha da gücləndirmək baxımından önəmli bir işdir. Şəffaflığın təmin edilməsi... Yəni sizin üçün informasiyalar açıq olacaq. Bəli, təbii ki, şəffaflığın təmin edilməsi, informasiyaların açıq olması korrupsiya qarşı mübarizə sayəsində ən vacib tələb olunan ana sütunlardan biridir. İstənilən insan müraciət edir, indi də müraciət edir əlbəttə ki, qaynar xəttə, amma artıq daha asan olacaq, daha belə deyək, əlçatımlı olacaq. Hörmətli qonaqlar, mənə elə gəlir ki, biz fərmanın bütün bəndlərini müzakirə etdik və əgər əlavə bir deyəcəyiniz söz varsa, fikir varsa, buyurun, son olaraq fikrinizi almaq istərdik. Ümumiyyətlə, mən qeyd etmək istərdim. Müəyyən zaman çərçivəsində təbii ki, müstəqillimizin çox kiçik tarixi var, 24 illik tarixi var. Bu tarixdə müəyyən dövrlər ərzində biz müəyyən beynəlxalq aləmdə konkret modelləri tətbiq etmək, daha doğrusu həmin modellərin bizə tətbiqi ilə bağlı müəyyən tövsiyələr verilirdi və s. verilirdi. Amma hal-hazırda istər iqtisadi sahədə, istər də inzibati idarəetmə sahəsində Azərbaycan özünün beynəlxalq miqyasda təqdim edəcəyi modellər var. Siz qeyd etdiyiniz kimi BMT tərəfindən bu il ərzində dövlət xidmətlərinin göstərilməsində birinci yerə layiq görülmüşdür asan xidmətin konsepsiyası və bu konsepsiya bir Azərbaycanın brendi olaraq beynəlxalq miqyasda digər ölkələrə, istər inkişaf etmiş ölkələrə və inkişaf etməkdə olan ölkələrə, Avropa dövlətlərinə nümunə olaraq göstərilir. Eyni zamanda Azərbaycanın iqtisadi modeli, inzibati idarəetmə modeli olaraq artıq Azərbaycan beynəlxalq təcrübədən yararlanmır. Eyni zamanda beynəlxalq təcrübəyə öz töhfəsini verir bu istiqamətdə. Və növbəti bu tapşırılan istiqamət üzrə xidmətlərin də yenə də operativ, şəffaf və vətəndaşları məmnun edəcək səviyyədə həyata keçirilməsi üçün dövlət orqanları tərəfindən, bizlər tərəfindən də müvafiq tədbirlər qısa müddətdə görüləcəkdir. Sayın buyurun. Bildiyiniz kimi hər bir iqtisadi inkişaf özü ilə yeni tələblər doğurur və müasir beynəlxalq standartlara uyğun tələblərin ölkə səviyyəsində, ölkədə belə deyək, bu istiqamətdə məqsədyönlü işlərin görülməsi əlbəttə çox böyük müsbət nəticələrə gətirib çıxaracaq. Xüsusilə ölkədə sahibkarlığın inkişafında, biznes mühitinin daha da yaxşılaşdırılmasında və nəticə etibarilə sahibkarlar üçün yeni stimullar yaranır ki, bu da sahibkarlıq subyektlərinin əhəmiyyətli dərəcədə sayının artmasına gətirib çıxarır. Əlbəttə, nəticə etibarilə yeni iş yerləri, yeni müəssisələr yaradılır, yeni iş yerləri yaradılır ki, bu da ümumilikdə ölkədə iqtisadi inkişafa öz töhfəsini verir və qeyd etdiyim kimi əsas, yəni iqtisadiyyatın əsas lokomotivi olan sahibkarlığın inkişafında çox böyük, necə deyərlər, addımlardan biridir. Təşəkkür edirik Osman müəllim. Mən bir daha təkrar etmək istəyirəm ki, adı çəkilən fərman hesab edirəm ki, elektron hökumət quruculuğu istiqamətində ciddi addımlardan birisidir və bu
bunun nəticəsində vətəndaşların elektron hökumətin üstünlüklərindən istifadəsi daha da sürətlənəcək. Yəni vətəndaşlar artıq tam olaraq elektron hökumət quruculuğunun nəticələrindən bəhrələnməyə başlayacaqdır və eyni zamanda düşünürəm ki, təbii ki, vətəndaş məmnunluğu meydana gələcək. Azərbaycanda bu informasiya cəmiyyətinin formalaşmasını, o cümlədən vətəndaş hökumət münasibətlərinin daha çevik, daha effektiv qurulmasına kifayət qədər kömək edəcək bir sənəd. Və hətta demək olar ki, elektron hökumət idarəsinin də keyfiyyətcə yeni bir müstəviyə qədəm qoyması Tamamilə baxımından. doğrudur. Yəni, çünki onlar da özlərində işləyəcəklər. Yeni artıq portallar yaranacaq. Yeni internet şəbəkələri ortaya çıxacaq. Tamamilə doğrudur. Yəni, belə demək mümkünsə, indi bizdə, məsələn, bəzən biz belə bir, deyək ki, iddialar da eşidirik ki, yəni biz daha yaxşı bəhrələnməyə istəyirik elektron hökumət quruculuğundan, daha əlçatan olmasını. Bəli, tamamilə doğru. Bu, böyük, geniş bir təbəqəyə ünvanlanmış fərmandır. Yəni, xüsusən tamamilə Ülvi müəllim çox düzgün qeyd elədi ki, xeyli sayda qurumlar var, xeyli sayda sahələr var ki, hər gün araçlar tələb olunur da. Bu, yəni, böyük, geniş radiusda insanların mənafeyinə toxunan bir məsələdir və bir imza ilə, bir sənəddən, yəni, burada kifayət qədər geniş problemlər həll olunur. Və məni sevindirən və əsas ondan ibarətdir ki, yəni, vətəndaşlar bilavasitə elektron hökumətin üstünlüklərindən istifadə etməyə artıq bacaracaqlar. Yəni, bundan istifadə edəcəklər. Eyni zamanda düşünürəm ki, gözləntilərimiz də odur ki, yəni, kifayət qədər açıq informasiyaların sayı artacaq. Açıq informasiyaların sayı artdıqca onun üzərində deyək ki, digər texnologiyalardan istifadə, mobil texnologiyadan istifadə edərək yeni deyək ki, proqramlar yaranacaqdır. Onlar gələcək mobil telefonların üzərində və hesab edirəm ki, bununla da hökumətdə olan informasiyalar vətəndaş üçün daha əlçatan olacaqdır və vətəndaş da hökumətin xidmətlərindən daha belə əlində olan alətlərdən istifadə edə biləcək. Təşəkkür edirik, minnətdaram. Orxan müəllim, buyurun. Dövlət başçısı tərəfindən bu sənədin imzalanması bir daha göstərdi ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun məmnunluğu dayanır və hesab edirəm ki, çox yaxın bir müddətdə fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi real nəticələrini verəcək və bu həm korrupsiya qarşı mübarizə, həm şəffaflığın təmin edilməsi və vətəndaşların son nəticədə məmnunluğunu təmin edən bir normativ sənəd olacaq. Təşəkkür edirəm hər birinizə, hörmətli qonaqlar və son olaraq bir məqamı xüsusi qeyd etmək lazımdır ki, istər bugün müzakirə etdiyimiz fərman, istərsə də bildiyiniz kimi sentyabrın 1-də 2016-cı il dövlət büdcəsi və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası Nazirlər Kabinetində müzakirə olundu. İstərsə də həmin layihələrin həyata keçirilməsi birbaşa olaraq sosial sahəyə istiqamətlənmiş bir layihələr, istiqamətlənmiş bir addımlardır və əlbəttə ki, bununla kökündə ilk növbədə Azərbaycan vətəndaşı dayanır. Belə ki, Azərbaycan dövlətinin də siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının rifahı durur. Görüşmək ümidi ilə salamat qalın.